Xoş gördük əziz dinləyicilər. Bu günləri bütün dünyanı lərzəyə salan o sensasyon xəbər əlbəttə ki, Ukrayna prezidenti Zelenskinin Kupianskda görüntülənməsidir. Və o görüntüləmə nəzərə almaq lazımdır ki, 2 kilometr döyüş bölgəsindən kənarda çəkilib. Siz təsəvvür edin, ancaq Putin hərbi geyimi geyib, Gerasimov hərbi geyimi geyib 1000 kilometr sərhəddən kənarda hər hansı bir bunkerdə görüş keçirəndə bunu dünyaya qorxu kimi göstərmək istəyir. Bax, biz beləyik, güclüyük, yerimizdəyik, amma 2 kilometr ən qızğın döyüşləri getdiyi yerdən Zelenski bir video çəkdi və bütün dünyaya yaydı. Siz xəbəriniz var mı? Bu günləri Rusiya prezidenti Lavrovu demək ki, kənara qoyub ki, o Budapeşt samitində güya səhv siyasət yürütdüyünə görə bu görüş tutmamışdı. İndi 3 həftə bundan qabaq biz Kupianskı almışıq, Kupianskı götürmüşük deyən Gerasimovun işi necə olacaq? Gerasimov artıq sual altına düşüb və bu günləri Trump'ı necə daha aldadacaqlar? Məhz 3 həftə bundan qabaq Trump'ı aldadıb demişdilər ki, biz ala-ala gedirik, tuta-tuta gedirik, Pokrovskda bizdədir, Kupianskda bizdədir. İndi bütün dünya qalıb şokda və cavab gözləyir ki, gəlin cavab verin. Bəs deyirdi, tutmusunuz. Bugün nə danışacaq? Bugün Trump nə danışacaq? Bilirsiniz ki, hər 2 dəqiqədən bir fikirləri dəyişən Trump nə deyəcək bundan sonra? Bu həqiqətən ağır bir vəziyyətə salmış oldu. Həm Trump tərəfi, həm də Rusiya tərəfi. Bütün dünyanın gülüş obyektinə çevirdilər. Həqiqətən bu iki təlxə dünyanın gülüş obyektinə çevirdi. Və ikinci bir məsələ, bu günləri həm də Amerikanın içində Epstein qalmaqalı biraz da körüklənib və orada Trump'ın şəkilləri çıxıb, minlərlə şəkil ortaya çıxıb və bu minlərlə şəkilin içində yenə də Trump'ın da şəkili var. Böyük bir zərbəni almış oldu. Həm Ukrayna cəbhəsindən, həm də öz daxilində. İkincisi, zərbənin arxasıcadır. İkinci zərbə isə məhz Avropa bir neçə vaxtdır ki, Rusiya aktivlərinin 210 milyard dollar aktivin demək ki, silinməsi, dondurulmasından söhbət gedirdi. Bunu çox da Belçika durmurdu, belə deyə. Niyə görə bunu edə bilmirdi tək başına? Çünki dünyanın və Rusiyanın qaldıracağı məhkəmədə özünün tək bu qədər vəsaitin arxasında durmaq gücü olmaya bilərdi və dövlət necə deyirlər, zərbə altına düşə bilərdi. Ona görə də Avropa Birliyinin birlikdə bir konsensusa gəlməsi lazımdır ki, və Avropa birlikdə konsensusa gəldi. Artıq heç kəs bunun qarşısını ala bilməyəcək. Artıq heç kəs bu dondurulmuş məbləğləri oradan götürə bilməyəcək. Bilirsiniz ki, bu dondurulmuş məbləğlərdə də Trump'ın da böyük istəyi vardı. Trump bu məbləğlər üzərində konsorsium yaratmaq istədir Rusiyadan. Amma elə oldu ki, bu kart da onların əlindən alındı və artıq kimsə bundan sonra durub 210 milyard dolların kiməsə verilməsi, kiməsə qaytarılmasının söhbətini edə bilməz. Bu pulların da 160 milyardı artıq Ukraynanın daha ciddi silahlandırılmasına, Ukraynanın maliyyə məsələlərinə xərclənəcək. Yəni dünyanın xəbərləri bu formadadır. Məhz Trump və Ukrayna cəbhəsinə doğrudan da həm Avropa Birliyindən, həm də o dediyim o balaca Napolyon, bu sözü heç vaxt yazıdan çıxartmayın. O ikinci Napolyonla Zelenskinin vurduğu zərbələrdən hələ dünya çox danışacaq. Təşəkkür edirəm diqqətinizə görə.